Salam, xoş gördük hər birinizi. Bugün Zehin fəlsəfəsi seriyasından ikinci mühazirəmizə başlayırıq. Müzakirə etmək istədiyimiz mövzu Kartezyan dualizm adlı mövzudur. Bildiyimiz kimi zehin fəlsəfəsində əsas üç istiqamət fərqləndirilir. Yəni vücud ilə zehnin qarşılıqlı əlaqəsi kontekstində biz materializmi, idealizmi və dualizmi fərqləndirə bilərik. Bugün biz yalnız dualizmin izahına başlamaq istəyirik. Bu, adını qeyd etdiyim mövzu ilə bağlı ilk mühazirəmizdir və dualizm özü də iki hissəyə ayrıla bilər. Yəni, ən ümumi səviyyədən biz mövzuya keçid alsaq, Kartezyan dualizm və qeyri-Kartezyan dualizmi fərqləndirə bilərik. Beləliklə, hələlik Kartezyan dualizm ilə mövzuya başlayaq və bu mövzu ilə bağlı biz üç sualı seçib ayırmışıq. Substance dualizm, yəni substansiya dualizminə giriş, yəni belə bir sualdır. İkinci, bu Kartezyan dualizm, yəni onun ən məşhur nümayəndəsi hesab edilən René Descartes haqqında bəzi ilkin mülahizələri, yəni baza etibarilə ilkin mülahizələrin analiz edilməsidir. Daha sonra isə substansiya dualizminə dair Descartes-in mühakimələrinin nəzərdən keçirilməsidir. Beləliklə, başlayaq birinci sualımızdan, substance dualizm, yəni substansiya dualizminə giriş, yəni biz bu anlayış, bu termin adı altında nəyi izah edə bilərik? Birinci sualımız, ümumiyyətlə zehin fəlsəfəsi nədir? Yəni biz bu sualı birinci mühazirədə ətraflı analiz etmişdik. Sadəcə xatırlatma olaraq yalnız bir mülahizəni nəzərdən keçirək. Zehin fəlsəfəsi təcrübə subyektlərinin fəlsəfi analizi ilə məşğul olur. Yəni onlar nədir? Yəni təcrübə subyektləri nədir? Onlar necə mövcud ola bilərlər və onların digər varlıqlar ilə münasibətlərini necə biz analiz edə bilərik? Yəni burada təcrübə subyekti, yəni bu zehinli varlıq, zehinə malik olan varlıq, yəni bu terminin alternativ olaraq qəbul edilmiş bir termindir. Yəni bura şübhəsiz ki, insanlar daxildir. Amma insanlardan başqa heç olmazsa bəzi canlıların bura aid edilməsi mümkün ola bilər. Xüsusilə mərkəzi sinir sistemi yüksək inkişaf etmiş və bu baxımdan insanlara yaxın olan digər canlıların da zehninə malik olması haqqında biz fikir mübadiləsi apara bilərik. Bura eyni zamanda humanoid robotlar aid edilə bilər. Xüsusilə süni intellekt erasında bu aktualdır. Eyni zamanda Tanrı və digər Tanrı ilə bağlı olan varlıqlar, yəni spiritual being dediyimiz varlıqları da biz bura aid edə bilərik. Amma təbii ki, ilk öncə biz belə bir varlıqların olmasını arqumentləşdirməliyik, yəni əsaslandırmalıyıq. Qeyd etdiyim kimi, biz bu sualların müzakirəsini keçən mühazirədə artıq həyata keçirmişik və buna görə də biz birbaşa olaraq ikinci sualımıza keçid alırıq. Yəni, substansiya dualizmi kontekstində ikinci sualımız belədir. Yəni, bizim zehin fəlsəfəsi haqqında qəbul etdiyimiz bu tərifi konkret insanın təsvir edilməsinə, insanın analiz edilməsinə necə tətbiq edə bilərik? Yəni, biz təcrübə subyektinin, yəni bu çoxluğun içərisindən hələlik yalnız insanı götürürük və onu analiz etməyə çalışırıq. Bu kontekstdə biz ən azı 3 imkanı fərqləndirə bilərik. Yəni, alternativ 3 yanaşmanı fərqləndirə bilərik.
Birinci imkan belədir ki, insan onun vücudu və ya vücudun xüsusi seçilmiş bir hissəsi olan beyni ilə eyniyyət təşkil edir. Yəni bu materializmin əsas yanaşmasıdır və bugünkü müzakirəmiz dualizm, kartezyan dualizm haqqında olduğuna görə biz bu imkanı hələ analiz etmirik və ikinciyə keçid alırıq. İkinci imkan belədir ki, insan, əgər biz bütövlükdə insana yanaşarıqsa, onun vücudu və ya beyni ilə eyniyyət təşkil etmir. Yəni birincinin tam əksidir. Əksinə, insan vücudundan və ya beynindən tam fərqli bir substansiyadır, tam fərqli bir varlıqdır. Və üçüncü imkan belədir ki, insan iki substansiyanın birləşməsindən ibarətdir. Bunun birinci tərəfi maddi substansiyadır, ikinci tərəfi bu qeyri-maddi substansiyadır. Maddi substansiya insanın vücudu və ya beyni, xüsusi bir tərkib hissə olaraq və qeyri-maddi substansiya isə bu insanın ruhudur və ya zehnidir və ya psixikasıdır, yəni qeyri-maddi olaraq qəbul edə biləcəyimiz substansiyadır. Və insan bu qeyd etdiyim kimi iki substansiyanın mürəkkəb birləşməsidir, sintezidir. Və indi adını qeyd etdiyimiz ikinci və üçüncü imkanlar, yəni yanaşmalar, zehin fəlsəfəsində ənənəvi olaraq substansiya dualizminin iki müxtəlif variantı olaraq qəbul edilir. Yəni birinci qeyd etdiyim kimi bu materializmin əsas yanaşmasıdır. İkinci və üçüncü bu substansiya dualizminin, yəni substance dualizmin yanaşmasıdır. Beləliklə biz indi substansiya dualizminin analizini daha dərindən həyata keçirək. Yəni materializm qeyd etdiyim kimi növbəti mühazirələrdə analiz ediləcək. Beləliklə biz bu kontekstdə, yəni substansiya dualizmi kontekstində şübhəsiz ki, René Descartes-a keçid almalıyıq. Yəni bu kartezyan dualizmin ən tanınmış nümayəndəsidir və 1596-cı ildə dünyaya gəlib, 1650-ci ildə 50-ci ilə kimi yaşayıb. Yəni 17-ci əsr fransız filosofudur və bir çox mənbələrdə müasir qərb fəlsəfəsinin banisi kimi də qəbul edilir. Təbii biz bu günləri Descartes fəlsəfəsini analiz etmirik, onun yalnız kartezyan dualizm aspektindən bəzi ideyalarını analiz etməyə çalışacağıq. Və qeyd etdiyimiz və bir qədər əvvəl fərqləndirdiyimiz substansiya dualizminin iki formasından hansının kartezyan dualizm, yəni René Descartes-in dualizm baxışları ilə üst-üstə düşdüyünü demək çox çətindir. Belə ki, bir çox hallarda o insanın, yəni təcrübə subyekti olaraq onun vücudundan tamamilə fərqli olmasını qəbul edir. Yəni insan bütövlükdə insana yanaşarıqsa, yəni qeyri-fiziki və başqa sözlə bütün fiziki xarakteristikalardan məhrum olan, belə bir xarakteristikaları özündə daşımayan bir substansiya kimi qəbul edilir, bir varlıq kimi qəbul edilir. Yəni biz bu aspektdən çıxış etsək, onda insan qeyri-maddi substansiyadır. O ya ruhdur, ya psixikadır və ya zehin kimi də adlandıra bilərik. Amma bu qeyri-maddi substansiya, yəni insanın özü, onun fiziki bədəni ilə, fiziki vücudu ilə xüsusi əlaqələr sisteminə, münasibətlər sisteminə malikdir. Yəni bu substansiya dualizminin birinci formasıdır. Amma buna baxmayaraq bəzən Descartes substansiya dualizminin ikinci formasından da sanki çıxış edilmiş kimi mülahizələr irəli sürür. Yəni başqa sözlə insanı qeyri-maddi ruhun və maddi vücudun kombinasiyası, yəni substansiyanal vəhdəti kimi qəbul edən, yəni onları substansiyanal baxımdan vəhdətdə götürən bir fəlsəfi baxışları irəli sürür. Yəni bu aspektdən biz çıxış etsək, onda sanki René Descartes substansiya dualizminin ikinci formasının nümayəndəsi kimi diqqət mərkəzinə gəlir.
Amma konkret birinci yoxsa ikinci formadan çıxış etdiyini qeyd etdiyim kimi dəqiqləşdirmək çətindir. Amma bugünkü dövrdə, yəni müasir fəlsəfədə kartezyan dualizmi haqqında danışan filosoflar əsasən onun birinci, yəni insanın bütövlükdə qeyri-maddi substansiya olması, yəni ruh və ya psixika olması ideyasından çıxış edirlər. Yəni bunu biz diqqətdə saxlamamızda fayda vardır, çünki biz növbəti mühazirəmizdə kartezyan dualizmə dair bir neçə arqumenti, yəni Descartes tərəfindən irəli sürülən və daha sonra dəstəklənən bir neçə arqumenti nəzərdən keçirəcəyik və biz orada kartezyan dualizm deyən zaman məhz substansiya dualizminin birinci formasını nəzərdə tutmuş olacaq. Amma hələlik biz substansiya dualizminə dair Descartes-in mühakimələrini, arqumentlərini, yəni ümumi şəkildə burada nəzərdən keçirmək istəyirik. Yəni sonuncu slaydımız bununla bağlıdır. Təbii dəfələrlə qeyd etdiyimiz kimi fəlsəfənin teologiya, ədəbiyyat və ideologiyadan fərqi ondan ibarətdir ki, irəli sürülən hər hansı bir ideyanın arqumentləşdirilməsi vacib şərtdir. Və əgər belədirsə, onda Descartes-in özü substansiya dualizminə dair hansı arqumenti irəli sürmüşdür? Yəni o insanın niyə qeyri-maddi substansiya psixika və ya ruh kimi qəbul edə bilər? Yəni səbəb nədir? Yəni arqument nədən ibarətdir? Birinci mühakimə ondan ibarətdir ki, əgər biz insanın fiziki vücudunu diqqət mərkəzinə gətirəriksə, o özü özlüyündə düşünməyə qadir deyildir. Yəni orada heç bir intellektual fəaliyyəti biz müşahidə edə bilmərik. Belə ki, insan vücudu özlüyündə mexanikanın qanunları tərəfindən idarə edilir. Yəni burada sadəcə fiziki cisimlərin bir-birinə olan təsirindən başqa heç bir şey mövcud deyildir və bu şəkildə biz yəni mexanikanın qanunları tərəfindən idarə edilən fiziki təsirlər altında fəaliyyət göstərən bir fiziki substansiyanın, yəni insan vücudunun necə düşünə bilməsi, necə intellektual fəaliyyətlə məşğul ola bilməsi, məsələn, kommunikasiya saxlaya bilməsi, ünsiyyət saxlaya bilməsi və yaxud hər hansı bir fikirlər irəli sürməsi, yəni bu qəbildən olan activity, fəaliyyətləri izah edə bilmərik. Yəni bunlar sanki, yəni qeyd etdiyimiz düşüncədir, təfəkkürdür, insanlar arasında kommunikasiya, ünsiyyətdir, yəni nitqin özüdür. Yəni bunlar mexanikanın qanunları ilə idarə edilən vücudun həyata keçirə bilməyəcəyi xarakteristikalardır, bir növ atributlardır. Yəni biz bu aspektdən çıxış etsək, onda insan heç bir halda öz vücudu ilə eyniyyət təşkil edə bilməz, hətta öz vücudundan tam fərqli bir qeyri-maddi substansiya, yəni ruh və ya psixika kimi qəbul edilə bilər və yalnız bu halda biz insanı təcrübənin subyekti kimi xarakterizə edərək, indi adlarını qeyd etdiyimiz atributları, yəni düşünə bilmək, kommunikasiya saxlaya bilmək, yəni danışa bilmək, nitq irəli sürə bilmək və digər atributları insana aid edə bilərik. Amma təbii ki, bu arqument 17-ci əsrdə irəli sürülən bir arqumentdir, amma biz 21-ci əsrdə yaşayırıq və 21-ci əsr bu elektronik kompüter əsridir, informasiya əsridir. Süni intellektin tədricən hər gün daha da genişləndiyi, yəni imkanlarının genişləndiyi və tətbiq sahəsinin genişləndiyi bir əsrdə yaşayırıq. Və belə bir elektronik kompüter əsrində biz indi qeyd etdiyimiz fikirləri, Descartes-in mühakimələrini nə dərəcədə etibarlı, nə dərəcədə inandırıcı hesab edə bilərik. Şübhəsiz ki, elektronik kompüter əsrində bu mühakimələr artıq o qədər də inandırıcı deyildir. Ən azı 17-ci əsrdə olan inandırıcılıq gücünə malik deyildir. Yəni, əgər biz müasir kompüterləri götürəriksə, yəni onlar da şübhəsiz ki, mexanikanın qanunlarına tabidirlər, yəni fiziki substansiya olaraq,
Amma onlarda biz intellektual fəaliyyət modellərini, xarakteristikalarını aydın şəkildə müşahidə edə bilirik. Yəni müasir kompüter nəsli, məsələn, robotik bir sistemlər artıq nitq irəli sürməyi bacarırlar, nitq imkanları vardır, ünsiyyət saxlaya bilirlər, aydın şəkildə fikirlərini izah edə bilirlər və bu baxımdan sanki onlar insanın təfəkkürünü xatırladan ayrı-ayrı elementlərə malikdirlər. Təbii ki, insan daha mürəkkəb bir sistemdir. Yəni, robotik sistemlər bunlar hələ ki, müqayisədə daha sadədir. Amma istənilən halda hətta bu sadəliyin özü belə Descartes-in indi qeyd etdiyimiz, yəni öz-özlüyündə fiziki substansiyanın, yəni vücudun intellektual fəaliyyətə qadir olmaması mühakiməsini inkar etmək üçün kifayət edə bilər. Amma burada xüsusi bir vacib məqam var, biz bunu diqqətdə saxlamalıyıq. Yəni, burada biz həmin elektronik cihazların, yəni kompüterlərin və ya robotik sistemlərin sözün əsl mənasında düşünə bilməsi, düşünməyə qadir olması, yəni bu imkana malik olması haqqında qəti bir fikir irəli sürə bilmərik. Yəni biz hələ ki, yəni onların sanki insanlar kimi düşünə bilməsi haqqında ehtimallar, gümanlar irəli sürürük. Çünki sualın özü açıqdır hələ ki. Yəni hələ ki zehin fəlsəfəsində və süni intellektin özünün fəlsəfəsində, yəni belə bir elektronik cihazların, robotik sistemlərin gerçəkdən intellektual şəkildə davrandığının, yoxsa sadəcə bu intellektual davranışı simulyasiya etməsi və ya imitasiya etməsi, yəni bunların hansının doğru olmasına dair qəti bir fikir mövcud deyildir. Qeyd etdiyim kimi, bu hələ ki açıq sualdır. Beləliklə, bugündən müzakirə etmək istədiyim məsələlər bunlardan ibarətdir. Diqqətinizə görə minnətdaram. Əgər suallarınız olarsa, ünvanlaya bilərsiniz. Onları cavablandırmaqdan hər zaman şad olaram. Beləlik.